Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Salman İmanlı YouTube kanalının izləyiciləri, hər birini salamlayıram. Hər vaxtınız xeyir olsun. Dəyərli dostlar, dəyərli izləyicilər, xatırlayırsınızsa təxminən bir ay bundan öncə bugün mənim yerləşdiyim, hərləndiyim deməli şəhərin mərkəzi hissələrindən biri olan Dəmir Yolçular Mədəniyyət və İstirahət Parkındandır çəkilişim. Yəni bu Dəmir Yolçular Mədəniyyət və İstirahət Parkı Gəncə şəhərinin Dəmir yol vağzalından 100-150 metrində yerləşir və Gəncə şəhər bu yaxınlarda istifadəyə verilmiş və ölkə prezidentinin 5 milyon manatacan pul ayırdığı Gəncə şəhərinin mərkəzi stadionundan təxminən 250-300 metrindədir. Mən bu deməli park haqqında çəkiliş eləmişdim və bu parkda olan negativ hallarla, parkın baxımsız vəziyyətdə qalmasından bağlı, sonra buranın quraqlığından bağlı, ağaçların 100-150 il ağaçların hansı vəziyyətdə susuzluqdan yandığından bağlı fikirlərimi bildirmişdim. Və buna çox şükürlər olsun ki, təxminən 3 gün bundan öncə Space televiziyası tərəfindən reaksiya verilib və çox güman ki, həmin o Space televiziyasının deməli müxbirinə də yəqin ki, bu məsələni izah ediblər və o gəlib burada çəkiş aparıb. İlham Məmmədov adında bir Space televiziyasının müxbiri gəlib burada çəkiliş aparıb və burada mənim göstərdiyim halları bir daha lentə alıb və bununla bağlı burada 2 dənə sakinlə söhbət edib və bu parkın hansı baxımsız vəziyyətdə qalmasından bağlı öz 3 dəqiqəlik bir süjetlə izləyicilərinə məlumat verib. Mən bundan təşəkkür edirəm. Görünür, şəhər icra hakimiyyətindən bundan maraqlanıb və yeri gəlmişəm burada bir fikrimi işlədim ki, bu cür gözəl parkın, indi mən onun birbaşa hələ ki özüm danışıram, sizə bundan bağlı məlumat verirəm, amma çevirəcəm, kameranı çevirib və birbaşa bura hansı vəziyyətdə olmasından bağlı çəkilişlər eləyəcəyəm. Deməli, bizdə olan məlumata görə biz də elə bilirdik ki, bu deməli bu gözəl park Dəmir Yolçular Mədəniyyət Parkı, hansı ki Sovetlər dönəmində bura çox gözəl bir park idi, gözəl bir istirahət müəssisəsi idi. Deməli Gəncə şəhər icra hakimiyyətinin balansında güya biz elə başa düşdük, amma sonradan da həm də bu Space kanalının çəkilişinə görə gördük ki, bu park Gəncə şəhər icra hakimiyyətinin, yəni Gəncə şəhərində fəaliyyət göstərən Mənzil Kommunal Tikinti İdarəsinin balansında deyil və bura Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansındaymış və onlar buna sorğu veriblər. Oradan məlumat verilib ki, biz bununla maraqlanarıq və bununla bağlı özümüzün mövqeyimizi ortalığa qoyacağıq. İndi isə mən burada olanı keçmişdə çəkdiklərimi və mən buradan ilk növbədə Dəmir Yolçuların Mədəniyyət, Dəmir Yolçuların Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri ilə müraciət edirəm. Bura nə olar ki, Gəncə şəhər icra hakimiyyətinin balansında deyil. Mənə elə gəlir Gəncə şəhər icra hakimiyyətində və Gəncə şəhərin Mənzil Kommunal İdarəsi onların balansında olsaydı çox da bunu həll edərdilər. Amma bu Gəncə şəhər icra hakimiyyətinin balansında olmamaq o deyil ki, burada yaşayan Dəmir Yolçular, vaxtilə burada olan istirahət edən Dəmir Yolçuların evlatları, bugün dünyasını dəyişmiş Dəmir Yolçuların, burada olan indi onların veteranların, Dəmir Yolçular veteranların binası var burada, göstərəcəm hansı vəziyyətdədir. Onların evlatları vaxtilə bu parkda istirahət edən Azərbaycan Dəmir Yollarında çalışmış maşinist olan Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan Qəzənfər Əliyev, tanınmış idmançılar, tanınmış insanlar bu bölgədən çıxıblar, burada istirahət edirlər. Bugün parka baxırsınızmı? İndi mən bunu göstərəcəyim və sizə bununla bağlı məlumat verəcəyim. Baxın, bu botda parkın, baxın, üzr istəyirəm, ayaq yolusuna. Baxırsınız. Baxın, bax bu boyda parkın ayaq yolusuna baxın. Kimsə də hələ burada yazıq özün hesabına gəlib burada durur, buranı təmizləyir, yəni burada təmizlik işləri yaradır və burada gəlib çıxanlardan bir 20 qəpik pul alır, heç olmasa buradan təmiz saxlasın, yəni ailəsini dolandırsın. Və bu parka baxın. Baxın, ağaçlara baxın. Susuzluqdan vəziyyət hansı səviyyə düşüb. Sonra indi mən sizə bax, buralara baxın. Ağaçlara baxsın nə gündədir. Baxın. Bax buralar asfalt örtüyü tamamilə uzun illərdir gedib. Burada olan baxırsınız, vaxtilə
Mən də cavan olanda bu parka çox gəlmişəm. Çox məşhur bir bağlardan biri olub. Bax burada bir fontan olub. Həmin fontanı mən bir daha göstərirəm. Tamamilə yararsız vəziyyətdə, susuz vəziyyətdə qalıb, çürüyür, daşları da çürüyüb gedir. Sonra mən burada sizə bax dəmir yolçu işçilərinin yəni veteranlarının vaxtilə olan istirahət yeri olub. İndi burada bir yer var. Göstərəcəyim sizə. Bax bu bina da onların istirahət yerləridir. Bax bu binanı mən görsənirmi? Bax bu bina tamamilə baxımsız, yararsız halda qalıb. Baxırsınız divarın, binanın ayna qapıları tamamilə uçub, tamam pis vəziyyətdədir. Yəni çox çətin vəziyyət. Ağaçlara baxın. 150 illik ağaçlar var ki, illərlə bu ağaçlar sulanmır. Bu hamısı aha bir nəfərə rast gəldik. Salam əleykum vətəndaş. Salam. Xoş gördük sizləri. Siz buranın sakinlərindənsinizmi? Bəli. Mən Salman İmanlı kanalının nümayəndəsi kimi gəlmişəm. Həm də istədim ki, buradakı Gəncəmizin vaxtilə mənim cavanlığımda da olan çox gözəl bir park olub. Bu parkın belə yarımsız vəziyyətlə bağlı bir reportaj çəkəm. Bəlkə bir ay bundan qabaq çəkdim. Çox şükürlər olsun ki, bizim bu çəkilişimizə Space TV televiziyası tərəfindən reaksiya verildi və 3 dəqiqəlik burada bir çəkiliş getdi və bununla bağlı da cəmiyyətə çatdırır. Təbii ki, o televiziya güclü bir kanaldır. Yəqin ki, onun baxışına çox olar. Və burada dedilər ki, bu oradan da sorğu verildi. Gəncə Şəhər İcra Hakimiyyətinin bağlansında olmadığı üçün onlar ümumiyyətlə bu parkı yaddan çıxardıblar və dedilər ki, bu Azərbaycan Dəmir Yolları Açıq Tipli Səhmdar Cəmiyyətinin balansındadır və orada müraciət olunub, onlar deyib maraqlanır. Siz bununla bağlı nə deyirsiniz? Mən sizə çox xahiş edirəm. Bax görürsünüz belə bir parkda, belə səviyyəsiz vəziyyətdə, belə bir baxımsız vəziyyətdə qalan bir parka siz mənim də ürəyim ağrıyır şəxsən. Ümumiyyətlə dəmir yol, Gəlin ikisi də deyəsiniz. Buyurur. ümumiyyətlə dəmir yol parkı Gəncədə ən gözəl parkların biri idi. Gəlin. Çünki burada veteranlara deyək, çox gözəl qiymət verilirdi, hörmətlə yanaşırdı. Bu gördüyünüz binada onlar dincəlirdilər. Təbiidir ki, hər bir insanın qayğına qalınırdı. Əfsuslar olsun ki, aidiyyəti orqanlar bu sahəyə baxmırlar. Görün indi nə günə sarıflar ki, deyir mədəniyyət ölkənin tualetindən ölçülür. Tualeti çəkdiniz, baxdınız. Bəli, onu çəkələ biləcək şeydim. Bu dincəlmə otaqları veteranların görün nə gündədir, ağaçlar nə gündədir. Hər yerə baxın zibilli xana. Niyə buranı və zibili təmizləyən insanlar, kommunal xaçlar hara baxırlar? Sən ay vətəndaş, oğlum, bir dəqiqə dayan, qoy bu müəllim bir sözünü desin, sonra səni çəkəcəm. Olar mı? Hə, buyurun. Buyurun müəllim. Ona görə də aidiyyəti orqanlardan xahiş Mən üzr istəyirəm, siz bu sahənin Bəli. yaşayışçılarındansınız. Bəli. Əvvəla yaşayışa, ikinci də mən bu görsənən arxa tərəfdə olan məktəbdə uzun illər 75-ci ildə orada işləmişəm, orada direktor işləmişəm. Hə, bir sarı peşə liseyi. Bəli. Bəli, hə, mən tanıyırıq, hamımız ora çox gözəl. İdmanla məşğul olmuşuq. Buranın gözəlliyi hər yerdə danışılırdı. Əfsuslar olsun ki, indi isə bunlar haqqında danışmağa söz yoxdur. Hara baxsız bərbad haldadır. Görəsən bu aidiyyəti orqanlar hara baxırlar və kim eləməlidir onları? Bilirsiniz, Gəncə Şəhər İcra Hakimiyyəti bizim balansımda deyil, Dəmir Yolu Naziri deyil, maraqlanarıq. Yəni ötür oynuyorlar. Belə bir gözəl park insanların istirahət elədiyi belə bir gözəl park tamam baxımsız vəziyyətdə qalıb, insanın ürəyi ağrıyır. Əsas odur ki, aidiyyəti orqana hara baxır baxsın. Onlar niyə bu işinin ötəsindən gəlmir ki, bu cür park görün nə hala düşübdür. Mən xahiş edərdim ki, aidiyyəti orqanlardan öz işlərinə məsuliyyətlə yanaşsınlar. Sağ olun, çox sağ olun, çox sağ olun, çox sağ olun. Siz nə deyirsiniz, qadan alım? Ayda baxın gündəz bu stollar qırıq-qırıqdır stollar. Tüyü qırıqdır, narkomana bura yığılır da. Nə danışır, narkoman nədir? Biz bugün stollar hamısı qırıq-qırıqdır stollar. Hamısı qırıqdır stollar. Vay. Baxın Allah biz götürməyirik, day Allah xalına bax. Stollar tüm qırıq-qırıqdır stollar. Hə, gedək. Qoy mən o tərəfə də burada bir bulaq var idi vaxtilə. O hansı bulaqdır o? Gedirəm onu çəkməyə mən. Gördün Ayda, mən gördün Ayda, cavab verdim, gördün. Baxın, baxırsınızmı? Ayda Allah xatilə, nə var Ayda, kimə gündədir Ayda, Allah xatilə. Adam düşdən. Vallahi görürsünüzmü, sakinlər ürək ağrısıyla danışırlar. Özləri yaxınlaşır. Yəni hərəsi bir yandan sadəcə vaxt olduğu üçün sadəcə mən bununla bağlı baxırsınız. 100-150 il ağaçlar var ki, burada çox çətin bir durumda qalıblar və biz də istəyirik bunlar düzəlsin, bunlar yaxşı olsun. İnsanlar
normal bir istirahət elə bilsinlər. Yəni bu yaxşı olsa burada vaxtilə şəhərin ən gözəl parklarından biri olub. Belə bir gözəl parkda insanların istirahət eləməsi də Allaha da xoş gələr. Onlara da bir xoş olar. Həm də parkımız düzələr. Baxın, baxın, ağaçlar susuzluqdan tamam yanılıb. Baxın. O burada bulaq var idi. O haradır? Hə, gördüm. Qoyun o bulağa da baxın. Hə. Bax bu da Gəncə şəhərinin deməli dəmir yolçuların mədəniyyət parkında olan vaxtilə olan bulaq. Baxın. Nə suyu gəlir, nə bir şey gəlir. Tamamilə belə antisanitarik bir vəziyyətdə belə bir gözəl bulaq. Vaxtilə Sovetlər dövründə salınmış bir bulaq idi. Biz də cavan tələbə olanda və yaxud da ki şagird olarkən bizi bura ekskursiyaya gətirərdilər. Baxın, baxın. Görün nə vəziyyətdə qalıb. Vay. Vay. Nə çətin şeydir bu. Bu belə şey olmaz. Yaxşı bu fikirləşin də. Və belə olmaz axı. Lap Gəncə şəhər icra hakimiyyətinin balansında deyil. Gəncə şəhərinin Mənzil Kommunal Təsərrüfatı İdarəsində mən orada tanıyıram. Həmin idarəyə də çox böyük hörmətim var insanlarla. Onlar olsa vallah bunu düzəldərdilər. Dəmir yoldu, dəmir yol basın. Mən çox üzr istəyirəm bir nəfər də vətəndaş. Salam əleykum. Hər vaxtınız xeyir olsun. Mən bir vətəndaş kimi sadəcə bu vaxtilə bu parkda olan, hələ şagird olarkən gətirilən bu parkın gözəl gününü indi görürəm. Bununla bağlı çəkiliş apardım. Və burada ağaçların pis vəziyyətdə olması, parkın tamamilə baxımsız vəziyyətdə olmasından bağlı bir kanalda çıxış elədim və buna çox şükürlər olsun ki, Space televiziyası buna reaksiya verdi və bununla bağlı bir 3 dəqiqəlik çəkiliş elədi və cəmiyyətə paylaşdı. Mən də hesab elədim ki, və onların da orada dediyinə görə Gəncə şəhər icra hakimiyyəti deyib ki, bu bizim balansımızda deyil və onlar Azərbaycan Dəmir Yolları Qapalı Tipli sahibinə cəmiyyətə müraciət ediblər. Orada deyib bizim balansımızda və bununla bağlı maraqlanıb tədbirlər görərik. Siz buranın bir sakini kimi mən sizi gördüm. Bununla bağlı nə deyə bilərsiniz? Sağ olun, çox sağ olun. Bir vətəndaş kimi fikrimi bildirmək istəyərdim. Çox vaxtında və yerində qaldırılan məsələdir. Və nəzərə alsaq ki, bu park doğrudan da bu Gəncənin belə deyək də sahib seçilən parklarından biridir. Mən özümün təxminən belə deyək də bu ətrafın sakiniyəm. Ətrafın bu stadion ətrafında yaşayıram. Bizim uşaqlığımız burada keçib. Mənim yadıma gəlir, hətta 81-ci ildə burada bir abidə açıldı. Hörmətli Heydər Əliyev. Bəli. Allah rəhmət eləsin. Burada bəli iştirak elədi, yadıma gəlir. Burada kimlər olmuş bu parkda? Bu parkda Ali Sovetinin, SSR Ali Sovetinin deputatı, o vaxtı Kazımov deyil, səhv eləmirəmsə, Kazım bilmirəm familiyası nə idi. Sonra Qəzənfər Əliyev tanıyırdı, maşinist. Qəzənfər Əliyev. Yəni bu parkda kimlər olmuşdur? Bəli. İndi biz məsələni gündəmə gətirmək lazımdır ki, bu gün Gəncə şəhərində mən belə başa düşdüm ki, bəy, yəni bu gün hansı maliyyə məsələsidir də problem burada əsas. Mən belə başa düşdüm və balans kimdə olmağından asılıdır. Bu bir vaxt biz bu məsələni 10 il bundan qabaq bu məsələni biraz qaldırdıq. Bu məsələni Milli Məclisə qədər getdi, çıxdı bu sözlər. Orada da məsələ belə yoluna qoyuldu ki, bu balans məsələsidir. Kimin balansındadır? Yəni imkan kimdirsə, həmin təşkilat da bunu boynuna götürüb eləməlidir. Təbii burada nə var ki, bəli. Çox təəssüf ki, bu məsələ yoluna həll olunmadı. Sizə bir məsələni aydınlaşdırmaq istəyirəm. Buyurun. Bax, elə siz də Gəncə sakinisiniz də. Bəli, mən Gəncəliyəm özüm, Gəncə yaşayıram. Ölkəyə, respublika, ümumiyyətlə Gəncə şəhərinə gələn turistlər əsas hara gedirlər? Parkları gəzirlər. Bəli. Şəhərimizin görkəmli yerlərini, parklarımızı gəzirlər. Gəncə şəhərində hal-hazırda elə parklarımız var ki, dünya səviyyəli parkdır. Məsələn, Yeni Gəncədə bu yeni salınan massivimiz var, parkımız. Bəli. Mən deyərəm ki, bəlkə Avropada bir 5-3 tanınan parkların biridir. Heydər Əliyev parkı. Bəli, çox gözəl bir parkdır, bəli. Çox yüksək səviyyədə, yəni sağ olsunlar da əziyyət çəkdilər. İndi o Xan bağımız dünyaca məşhur parkdır. Xan bağımızın bizim elə Gəncəyə gələn Xan bağına gedən elə Gəncənin qədimliyi burada bilinir. Çünki o Sərdar bağı idi köhnə, sonra da qubernator bağı eləyiblər. O bağın təxminən 300 il yaşı var. Bəli. İndi bir məsələni gündür. Siz əgər diqqət edirsinizsə, burada bəzi köhnə sidr ağacları var. Yəni bu iynə yarpaqlı ağaclar. Onların o diametridir də. Ağacın hündürlüyü, onun yaşı onun diametrindən aydındır da. Yəni bu gövdəsi nə boyutadır. Bəzi burada elə ağaclar deyirlər 150 illik yaşı var. Hə, burada elə ağaclar var. Var ki, üzr istəyirəm. Hətta Gəncənin Sərdar bağında olan ağaclar bordadır. Yəni o deməkdir ki,
bu bağın qədimliyi Sərdar bağının qədimliyi ilə eyni vəziyyətə gəlir. Bəli, bəli. İndi mən sözümü fikrimi davam elətdirim. Biz bu yaxınlarda məsəl üçün Gürcüstanda bir İstiqlal Parkı açıldı mı? Gözəl, yüksək səviyyəli. Bəli. Elə deyilmi? Bütün o Bəli. Gürcüstan cəmiyyəti o parkda dincəlir. Və yaxud Köynə Kiraz deyir, Dalmistrov Bəli, deyir. bəli, bəli. Oranın fəhlə, kəndli, tutaq ki, zəhmətkeş, o vaxt qulluqçu, hamısı cəmiyyət heç bu tərəfə gəlmirdi. Elə orada o parkda istirahət Çox edirdi. gözəl parkdır. İndi yüksək səviyyədə Çox Füzuli- gözəl Füzuli parkdır, parkı bəli. qoyublar da, Bəli, səhv bəli. eləmirəmsə. Füzuli parkı, Yəni İstiqlal bunların parkını hamısı dediniz, var. o da Deyək gözəl ki, bir parkdır. deyək ki, bu mümkün deyil ki, hansısa işi görün. Bu Qələbə parkı. Bəli, bəli, Biz çox istəyən gözəl burada. Bu günlərdə də birinci xanım Vitse-prezident Mehriban tədbirlər bura xanım da gəlir. oldu. Bəli. Qələbə parkında müəyyən o monument qoyulur. Səhv eləmirəmsə, Bəli. nəsə də açılış olacaq. Bir möhtəşəm açılış olmalıdır. Səhv eləmirəmsə elə bir. İndi qalır bu parkların içində bir dənə dəmir yol parkı. Halbuki Hazır parkdır. Bəli, hazır parkda burada ağaclar var. Sadəcə olaraq burada bir müəyyən işlər görülməlidir və mən burada sizə yenə də təşəkkür eləyirəm ki, bu Sağ olun. məsələni gündəmə gətirirsiniz. Lazımi təşkilatlar. Mən eşitdiyimə görə bu yaxınlarda Space-də də gedib bu məsələ gündəmə. Deməli bu məsələ əlaqədar Bəli, gedib. stolun üstünə çıxmalıdır. Bəli. İndi onlardan bir xahişimiz var. Bax sabah üçün sentyabr ayında burada MDB oyunlarının oyunlar keçirilməlidir. Əsas da bəli, bəli. Bəli. Bax yaxşı, indi belə götürək. Ora gələn təxminən deyirlər 7000-ə yaxın Bəli. idmançı gələcək təkcə. Bəli, Belədirmi? bəli. Bunun böyründə onun jurnalistləri Çox gələcək. böyük beynəlxalq əhəmiyyətli bir Bəli, yarış indi olacaq. Gələn insanlar, bax buradan da 100 metradır. Bəli. Yolu keçirsən Atatürk prospektindən 100 metrdir. 100 metr. Elə mən təqdimatımda da mənim həmin söz 100 demişəm. metrdə o idman mərasiminə gələn tutaq ki insanlar bu parka gəlməyəcəklər. Onların qabağını ala Təbii. bilərik. Mümkün deyil axı. Qardaş bunu Biabırçılıqdır. Ona görə də bu təkcə tutaq ki hansısa bir mənim kimi vətəndaş, hansısa Bəli. yolda keçənin işi deyil. Bəli. Ona görə belə deyək də, xahiş edirəm əlaqədar təşkilatlarda indi bu balans kimindədir, kimində deyil o məsələni aydınlaşdırsınlar, vaxt da azalır. Sentyabr ayına nə qalır? Burada da elə bir böyük iş yoxdur. Sadəcə olaraq müəyyən şeyləri yenidən qura bilərlər. Bu yaxınlarda Nizami Kino Teatrının qavağı görürsüz də. Bəli, bəli. Orada gözəl bir hal-hazırda böyük işlər görür. Deməli mümkündür. Hardasa mən xahiş edirəm əlaqədar təşkilatlardan burada bir ögey gözlə baxmasınlar. Çünki bayaq dediyim kimi əsas ki bu qarşıdan gələn idman oyunlarında var ki, o buradan ora bir 5-10 dəqiqəlik piyada getsən 5 dəqiqəlik yoldur. Yenə də mən uğurlar arzulayıram. Sağ olun. Müəllim, siz söhbətinizi qurtarmayın, bir əlavəni mən Buyurun, edeyim. buyurun. Siz çox sağ olun. Sizin fikirləriniz məni bir balaca bundan öncə, bu çəkiliş aparmamışdan öncə söhbət elədiyim bəzi insanlara mənim burada çəkiliş aparmağıma səbəbkar olan bu dəmir yolu ərazisində yaşayan, yəni bu şəhərimizin mərkəzi hissəsində yaşayan Vağzal bölgəsi deyilən ərazi yaşayan xeyli insanlar var. Burada mənim bəli, hə, vaxtilə olan tələbə yoldaşlarım, dostlarım, belə deyək, bir yerdə orta məktəb yoldaşlarım var ki, burada yaşayan insanlara bunlar müraciət elədi. İndi ondan adaldan bir çəkmirəm, amma bircə nəfəri burada deyirəm ki, bax bu yanda, bu ətrafda deməli Lokomotiv İdman mərkəzi var. Hə, bax buradan o tərəfədir. Hə, onun sağlamlıq mərkəzinin direktoru var idi. Burada mənim dostlarımdan biri o da məndən xahiş edib. Adı İman Qasimi. Mən onu da tanıyıram. Görürəm, yaxşı da idmançılardan olur. Eləmi? Vaxtilə belə istəyir idman ustasından olub. Burada var. Lokomotiv cəmiyyəti, Hə, dəmir yolunun. onunla da mənim görüşməmə səbəb də mənim qardaşım da istəyir idman ustası olub vaxtilə boks üzrə. O mənə dedi ki, gəldim burada bir neçə ziyalılar və siz çox gözəl vurğulandınız ki, Prezidentin özünün şəxsi göstərişi ilə 5 milyon pul ayırıb buradakı stadionun yenidən qurma işlərinə. O yenidən qurma bütövlükdə dibindən. Bax biz də bayaq onun yanından maşınla mən keçəndə gördüm. Çox güclü işlər gedir. Sosial şəbəkə güclü təbliğat gedir. Əlbəttə. Və baxın, və bu gün oradan gələn siz çox gözəl vurğuladınız. Ona görə mən sizin sözünüzün üzərinə gəlmək istədim ki, bura gələn 7000 idmançıdan hələ bu qədər bizə turistlər gələcəklər. Onlar bu parka girib o qədər qoyulan belə ölkə 100 metrədir buradan ora məsafə. Ha, ona görə də mən buradan da ölkə prezidentinə də səslənirəm. Cənab prezident, sizin bu qədər əziyyət hamısını prezidentin üstünə yıxmaq olmaz ki, bunu prezident pul ayırıb buyurun təmir edin. 150-100 metr yerdə belə bir park, hazır bir parkımız qalıb. Mən sizə təşəkkür edirəm. Buyurun sizin əlavə nə sözünüz varsa. Sağ olun. Mən yenə də deyirəm ki, bu gün o qonaqlar da gəlib gedə bilər. Ancaq sabah ki, burada yenə öz vətəndaşlarımız oturacaqlar, duracaqlar da. Heç onların bir xeyir duasını da
qazanarıq da. Bu Sağ olun. işdə. Əgər Bərbaşda elə mən bir təşəkkür edirəm. Məsələ bu yola getsə, özümüz üçün eləmir, gələcək uşaqlar üçün eləyirik. Həm də niyə belə bir vəziyyət alınsın ki? Bəli, bəli. Sağ olun, minnətdaram. Sağ olun. Biz də sizə uğurlar təşəkkür arzulayıram. etməliyim. Bəs Sizin kimi vətəndaşlar- ziyalılar rast gəldiyimiz Bəli, üçün hə. Vətəndaşlar biz bir şeyi nəzərə almalıyıq. İstənilən bir məsələni hardasa yuxarı təşkilatlara qaldırmaq üçün vətəndaşların yerlərdə bax belə bir intizarları olmalıdır. Onlar özləri bu məsələni çəkib göstərsinlər ki, ola bilər harsasa yuxarı təşkilatlarda bunlardan xəbəri yoxdur. Valla mən bir siyasi təşkilat rəhbəriyəm Gəncədə, amma bunu siyasiləşdirmək fikrim yoxdur. Sadəcə bir vətəndaş kimi, bir insan kimi, həm də bu bölgəyə yaşayan, yaxın ərazidə yaşayan bir adam kimi, burada yaşayan dostlarım üçün olan təklifindən gəldim. Amma burada mən bir nəfər cavan oğlan gördüm. Baxın orada durub. Bilirsiniz nə deyir ki? Deyir daha yaxşı çəkirsiniz burada keçmək də olmur. Narkoman yuvasına çevrilib. Bu mənim üçün çox belə çətin Bir bir məsələni üzr istəyirəm, daha çəkdi, bu baş ağrısı olmasın. Burada o vaxtlar, pioner əsas da bu yay vaxtları, pionerlər üçün, deyək o dövr üçün idman oyunları təşkil olunardı. Şahmat, şaşqı mən özüm də iştirak eləmişəm. İndi sual olunur. Bax bu park mümkün olsa, həmin əyləncə mərkəzləri mümkündür də. Eləmək mümkün, şəhər səviyyəsində bu mümkündür. Həmin o bayaq dediyiniz o qara bəla var ya, narkoman, o cavanları yığa bilərik burada. Yəni bunlar hamısı millətin gələcəyi üçündür də, qardaşım. Deməli o həqiqət imiş də, onu da belə deyim. Bəli. Çox təəssüf edirəm. Sağ olun, çox sağ olun. Minnətdarlıq edirəm. Bu əziyyət çəkirsiniz. Sağ olun. Ancaq əziyyətimiz öz xalqımız üçündür, vətəndaşlarımız üçündür. Sağ olun, minnətdaram. Çox sağ olun. Dəyərli izləyicilər, bir daha mən bir şey bildirmək istəyirəm ki, sağ olsun, bax görürsüz vətəndaşlara yaxınlaşırıq. Hamısı bir söz deyirlər. Buranı biz bu çəkilişi Düzdür oğlum, düzdür. Amma çox təəssüf edirəm, bu çox pis şeydir. Baxın, bax burada yollara baxsın, bu oturacaqlara baxın, baxımsız vəziyyətdə heç o üstündə əyləşmirlər də. Bax, bu, hə, oğlum bir dəqiqə imkan ver, mən çəkilişimi aparım qadanam səni, hə. Baxırsınız bura, bax ağaclar, bax bu ağacın, təkcə bu ağacın 150 illik ömrü var. Hamısı susuzluq vəziyyətdən yanır. Ora vaxtilə Lokomotiv İdman Sağlamlıq Mərkəzinin ofis olub. İndi onu da Lokomotiv İdman Cəmiyyətində 17-ci ildən 2017-ci il ləğv ediblər. İndi orada qalıb. Orada mən bayaq adını çəkdiyim İmam müəllim Qasimi adında bir buranın müdürü olub. Burada yarışlar keçirilmiş, burada tədbirlər keçirilmiş, gənclər yığılmış. Amma çox təəssüf edirəm ki, deyir bugün bura axşamlar, gündüzlər narkomanlar yığışırlar, nə işlər görürlər, özləri bilərlər. Amma bunun üçün qarşısını almaq lazımdır. Buna bizim təhlükəsizlik orqanlarımız, sonra bizim polis orqanlarımız da buna nəzərə diqqət almalıdırlar. Və burada nə qədər yaxşılıq olsa, bu park düzələrsə, bizim də sevincimiz, fərəhimiz olar. Biz də insanlar tərəfindən bir sağ ol qazanarıq. Amma mənim məqsədim, mən bir siyasi şəxsiyyətim, indi buradan özüm deyirəm. Mən həm də Ümid Partiyası Gəncə Şəhər Təşkilatının sədriyəm, Salman İmanlıyam. Bu kanal da həmin adla gedir və bu çəkiliş etməklə Azərbaycanda, xüsusən Gəncəmizdə bu yaxınlarda keçiriləcək MDB, 3-cü MDB oyunlarının sonradan törədəcə biləcək fəsadları mən istəmirəm ki olsun. Ölkə prezidenti bu stadionu təmir üçün 5 milyon pul ayırıb. Təbii ki, bu park Gəncə Şəhər İcra Hakimiyyəti haqlı olaraq deyir də. Deyir ki, bunlar bizim balansımızda deyil, amma onlara bir fikrində irad bildirirəm ki, sizin balansınızda olmasa da bunun üçün maraq göstərməliydiniz ki, Nağdı Dəmir Yolçular Qapalı Tiflis Səhmdar Cəmiyyəti bu bağın təmiri üçün vəsait ayırsın. Lap Gəncə şəhərinin Mənzil Kommunal Tikinti İdarəsinə ödəniş etsinlər və sizlər bunu təmir edin, belə vəziyyətdə qalmasın. Bizim balansımızda olmasa da Gəncə şəhərin balansında, Gəncə şəhərin mərkəzində görsənən belə gözəl bir park bu cür baxışınız qalmasın. Çox sağ olun və mən düşünürəm ki, Space kanalına da buradan bir daha təşəkkür edirəm ki, buna reaksiya verdi. Ən azı bir 3 dəqiqəlik sujetlə çəkdi, cəmiyyətə göstərdi və buna da həm Gəncə şəhərinin icra hakimiyyəti, həm Azərbaycan Dəmir Yolları Qapalı Tiflis Səhmdar Cəmiyyəti də buna fikir verəcəklər və buradan ona səslərindən park düzələcək və qarşıda keçirilən deməli keçiləcək MDB 3-cü MDB oyunlarında bura gələcək qonaqların qarşısında bizi üzü qara qoymasınlar. Əks halda bu prezidentin özünün apardığı daxili səyahətə qarşı bir xəyanət hesab olunacaq. Əks halda bu Gəncə şəhər sakinləri tərəfindən çox mənfi qarşılanacaq və biz bir ziyalı kimi, bir siyasət adamı kimi, bir partiya təşkilatının, yerli təşkilatının sədri kimi buradan deyirəm ki, bu hal heç də bağışlanan bir vəziyyət olmayacaq və təbii ki,
sonradan bu çəkilişlər, bunu ardıcıl bir çəkilişlərə həyata keçirəcəyik və bu çəkilişlər nəticəsində ölkənin əlaqədar orqanları bunlar məlumat toplayıb və bu vəziyyətdə, parkın bu vəziyyətə salınmasına cavabdeh insanları cəzalandıracaqdır. Sağ olun, var olun. Allah Gəncəmizi qorusun. Gəncə Azərbaycanın tarixi, mədəniyyət və sənaye mərkəzlərindən biri olub. İkinci Azərbaycanın böyük şəhəridir, nizami yurdudur və burada olan sakinlər də həssasdırlar, az danışandılar, sadəcə konkret olaraq işlər gözləyirlər. Çox sağ olun, var olun, Gəncəlilər sağ olsun, Azərbaycanımız sağ olsun, Allah dövlətimizi qorusun inşallah. Çox sağ olun, var olun.